Sual 37. Bizə deməli 2 dənə qab verilib. Hansı ki o qabın birində 80%, birində 20% məhluldur və onları qəşəng-qəşəng bir-birinə qarışdırıb və 40% məhlul alıb. Biz burada nə edəcəyik? Burada biz çarpaz metoddan istifadə edəcəyik. Yəni M1 qram 80% məhlulumuz var. Sonra M2 qramda 20% məhlulumuz var. Biz bunları elə qarışdırmalıyıq ki, alaq 40% məhlul. Çarpaz metodda hər zaman çarpaz istiqamətdə böyük qatılıqdan kiçik qatılığı çıxacaq. Baxın 80 ilə 40-a fikir verin. 80 daha böyükdür. 80 çıxırsın 40. Bu da eləyəcək 40. 40 ilə 20-yə fikir verin. 40 çıxılsın 20 bərabər olacaq 20. Bunlar da ixtisar gedir 2-nin 1-ə nisbəti. Bizə deyir ki, M1-in M2-yə nisbəti. Baxın, M1-in qiyməti gördüyünüz bu 1. M2-nin qiyməti də 2-dir. M1 bölünsün M2 bərabər olacaq 1 bölünsün 2. Yəni B variantında olduğu kimi. Sual 38. Bizə deməli bir sistem verib. Bu sistemə diqqət edəndə nə görürük? Görürük ki, məsələn birinci qaba diqqət edin. Birinci qaba daxil olan su x qədərdir, xaric olan su da x qədərdir. Onda belə çıxır ki, bunun qatılığı dəyişməz. Çünki eyni miqdarda su bundan çıxıb, eyni miqdarda bundan su gəlib. Qatılığında bir dəyişiklik olmaz. Elə 20% qalar. İkinci qaba baxıram. İkinci qabda da vəziyyət eynidir. Baxın, daxil olan su x qramdır, xaric olan su da x qramdır. Onda bunun da qatılığı dəyişməz. Həmçinin bu qayda üçüncü qab üçün də keçərlidir. Bunun da qatılığı dəyişməz. Elə 20% olaraq qalar. Sonuncu qab üçün də keçərlidir. Daxil olan və xaric olan suyun miqdarı eyni olduğundan qatılıq dəyişməz. Onda belə çıxır ki, qablardakı proses tam qutarandan sonra qablarda vəziyyət belə olacaq. Elə əvvəl necə idisə elə də olacaq. Yəni birinci maddədə qabda 20%, ikinci qabda 20%, üçüncü qabda 20%, sonuncu qabda da 30%. Yəni C variantında olduğu kimi. Sual 39. Bizə deməli 4 qabdan ibarət bir sxem veribdi, bir sistem veribdi və diqqət edin, hər qaba daxil olan və xaric olan sular eyni miqdardadır. Onda belə çıxır ki, burada qatılığın dəyişməsindən söhbət gedə bilməz. Çünki əgər məsələn üçün müəyyən qatılıqlı bir qaba 1 stəkan su tökürsən, qatılıq azalır, sonra o 1 stəkan suyu buxarlandırırsan, qatılıq əvvəlki vəziyyətinə düşdü. Onda belə çıxır ki, qatılıq dəyişməyəcək. Elə qablarda necədirsə, elə də qalacaq. Birinci qabda 30, sonra 20, sonra 20, sonra da 20. 30, 20, 20, yəni Y variantında olduğu kimi. Sual 40. Bizə deyir ki, 100 qram 20%li barium xlorid məhlulu ilə 100 qram 20%li natrium sulfat məhlulunu qarışdırdıqdan sonra məhlulda hansı maddələr qalar? Burada bir neçə ifadə var, onların mənasını bilmək lazımdır. Bu məhlulda qalar ifadəsi nə deməkdir? Yadınızda qalsın ki, çöküntü məhlulda qalmır. O məhluldan ayrılıb. Məhlul odur ki, həll olsun məhlulun tərkib hissəsi olsun. Çöküntüdürsə bu həll olmayıbdır. Qabın dibinə çökübdür. Nə olsun? Eyni qabdadılar. Qabın dibinə çökübdür. Ona biz məhlulda qalar deməyəcəyik. Gələk indi baxın. Birinci maddəmiz barium xloriddir. Üstə gəlim. İkinci maddəmiz natrium sulfatdır. Bunların arasında bir reaksiya baş verir. Natriumla bariumun yerini dəyişək. Olur 2 mol natrium xlorid. Üstünə gəlirəm 1 mol barium sulfat. Və biz görürük ki, emirlərinə diqqət edəsək, 208 qram bu maddə ilə 142 qram bu maddə reaksiya daxil olub. İlkin maddəyə diqqət edin. 100 qram 20,8%li barium xlorid. 100 qramın 20,8%-ni tapanda elə bu 20,8 qram barium xlorid deməkdir. 20,8 qram barium xloridlə də fikir verin, deməli bu 10 dəfə azalıb. 20,8 qram barium xloridlə də 10 dəfə az, 14,2-dən 10 dəfə az, yəni daha sonra 142-dən 10 dəfə az, yəni 14,2 qram natrium sulfat reaksiya daxil olar. Amma bizə nə qədər natrium sulfat veribdi? 100 qram 20%li. Yəni bizə veribdi 20 qram natrium sulfat. Onun əgər 14,2 qram reaksiya daxil olursa, belə çıxır ki, 5,8 qram natrium sulfat reaksiya daxil olmayacaq. Bu natrium sulfat da suda həll olan maddədir. Yəni məhlulda qalacaq. Sonra indi reaksiya bitdikdən sonra
Barium sulfat adlı bir çöküntü əmələ gəlir. Bu məhlulda qala bilməz. Çünki bu çöküntüdür. Biz nə gördük qısası? Gördük ki, barium xlorid tamamilə sərf olunur. Deməli, məhlulda qala bilmir. Tamamilə sərf olundu. Sonra natrium sulfatsa artıq götürülmüşdü deyə məhlulda qaldı. Baxın, bundan məhlulda qaldı. Özü nə qədər? 5,8 qram. Bir də əmələ gəldi natrium xlorid, hansı ki, o da məhlulda qaldı. Çünki həll olan maddədir. Məhlulun içərisində qaldı, yayıldı məhlulun içərisində. Bəs barium sulfat niyə qalmadı məhlulda? Çünki bu çöküntüdür. Məhlulda qalmaq, yenə də qeyd edeyim ki, həll olmaq deməkdir. Onda düzgün cavabımız natrium sulfat və natrium xloriddir. Sual 41. 450 qram suda neçə qram, neçə litr metanol həll etmək lazımdır ki, 40% formalin alınsın? Gəlin diqqət edək. Birinci, 40% formalin almalıyam. Yəni, omega bərabərdir 40%-dir. 40% bərabərdir. Həll olan maddənin kütləsi, bilmirəm nə qədərdir, x. Bölünsün, məhlulun kütləsi. Məhlulun kütləsi də nədir? Həll olanla həll ediciyə bərabərdir. Həll edici bizə 450 veribdir. Amma həll olan verməyib, baxı. Həll olanda bir x deyək. Vurulsun 100%. Bir daha qeyd edelim, bunu hardan çıxartdıq? Omega bərabərdir. Həll olan maddə, həll olan bölünsün məhlul idi. Məhlul da həll olanla həll edicinin cəmi idi. Vurulsun 100%. Mənə bu omeganı 40% verib. Özü burada veribdir. Baxın, 40%li formalin. Sonra həll olan maddə bilmirəm nə qədərdir. X. Amma həll edici verib. Baxın, bu gördüyünüz 450 həll edicidir. Bitdi. Biz buradan x-i tapacaq neçə? X bərabər olacaq. Deməli, bununla bu ixtisar geçsin. Burada qalsın 2, burada qalsın 5. 2-ni vuracam 450-yə 900. Üstünə gəlirəm 2x bərabərdir 5x-a. 2x o bir tərəf keçsin 3 olsun. X də bərabər olacaq 300. Aha, deməli mən 300 qramlıq formalini, yəni HCH10-u 300 qramını həll eləməliyəm 450 qram suda, 40% formalin almalıyım. Amma məndən qram istəmir. Mənə deyir ki, neçə litr metanol həll eləmək lazımdır. Əgər mən 30 qram götürsəydim, 30 qram bu 1 mol deməkdir. Yəni 20,14 litr metanol deməkdir. Amma mən hal-hazırda 300 qram götürmüşəm. 300 qram neçə litr deməkdir? Allah bilir neçə litr Y. Y də buradan bərabərdir. Allahın izindən biz də bilirik ki, olur 224 litr, yəni C variantı. Sual 42. 63,5 ml suda 22,4 qram litr daha doğrusu H-xlor həll etdikdən sonra almış məhlulda H-xlorun kütlə payı neçə faizdir? Dəyərli dostlar, gəlin görək 22,4 litr H-xlorun kütləsi nə qədərdir? 22,4 litr H-xlor 1 mol deməkdir. 1 molun da kütləsi baxın ml qədər qramdır. Yəni 36,5 qramdır. Onda belə çıxır ki, həll olan maddəmiz 36,5 qram imiş. Həll edici də baxın 63,5 veribdir. 63 həll edici bərabərdir. 63,5 millilitr. Sonra neyini dəyərlər? Onda bizim məhlulumuz bunların cəminə bərabərdir. Yəni 100 qramdır bizim məhlulumuz. Bizə deyir H-xlorun kütlə payını tapın. Omega bərabərdir. Həll olan maddənin kütləsi bölünsün məhlulun kütləsi vurulsun 100-dür deyə. Həll olan maddə 36,5 qram idi. Məhlulumuz 100 idi. Vururam bunu 100%-ə. Bu da bərabər olacaq 36,5. Yəni A variantı. Sual 43. Bizə deyir ki, 25 qram misk porosunu 55 ml suda həll etdikdə alınan məhlulda miski sulfatın kütlə payını faizdən hesablayın. Deməli, bizim nəyimiz var? Baxın, bir qabımız var. Bunun içərisində nə var idi? 55 millilitr su var idi. Mən bunun üstünə kuporos əlavə edirəm. Kuporos da neçədir? 25 qram da kuporosdur. Kuporos. Nə qədər oldu dostlar? 55 üzərinə gəlirəm. 25 bərabər olacaq 80 qram məhlul. Tamam, 80 qram məhlulumuz var. Məhlulumuzun kütləsi tapdıq, əlhamdülillah. İndi gəlin nəyi hesablayaq? Bu 25 qram kuporosun içərisində nə qədər miski sulfat var? Baxın, kuporos dediyim, baxın bu maddədir. Kuprum SO4 vurulsun 5 molekul su. Buna deyərlər kuporos. Bu ümumilikdə nə adlandı? Mis kuporosudur. Miski sulfatın kristal hidratıdır. Bu ümumilikdə kuporosdur. Kuporosun fikir verin ml 250-dir. Burada olan bu gördüyünüz maddə isə miski sulfatdır.
Mis-2 sulfatın da kütləsi 160-dır. Biz nə gördük? 250 qramlıq bir kuporosun içərisində 160 qram mis-2 sulfat var. İndi mənə 25 qram kuporos verib. Onda 25 qram kuporosda da, baxın, 250-də 160-sa, 25-də də 16 qram nə olacaq? Mis-2 sulfat olacaq. Sən demə, bura əlavə olunan bu kuporosun içərisində 16 qram nə varmış? Kuprum SO4, yəni mis-2 sulfat varmış. Tamam, bu da bizim həll olan maddəmiz. Həll olan maddə varmı? Var. Məhlulumuz varmı? Var. Neynəyəcək? Kütlə payını tapacaq. Omega bərabərdir. Həll olan maddə, yəni 16 qram bölünsün məhlul, yəni 80, vurulsun 100. Burada da bundan bu ixtisar geçsin, bundan da bu ixtisar geçsin 2 dəfə. Bu da eləyəcək 20%, yəni A variantı. Sual 44. 200 qram 16%li mis-2 sulfat məhlulu hazırlamaq üçün neçə qram kuporos götürmək lazımdır? Baxın, 200 qram 16%li dedik. Deməli, məhlulumuz 200 qramdır. 16%li nə deməkdir? Bunun 16%-i nəymiş? Kuprum SO4 imiş. Kuprum SO4. Yerdə qalan da təbii ki, sudur. Neçədir? 84%-i də bunun sudur. Bu hələ ki mənə lazım deyil. Dəyərlər, gəlin 200 qramın 16%-ni hesablayaq. 200 qramın 16%-də, əgər 100 qramın 16% olsaydı, bu eləyirdi 16 qram, bu eləyir 32 qram. Qısası, mənim əlimdə 32 qram kuprum sulfat var. İndi mən nə edirəm? Mən bilirəm ki, kuprum SO4-ün emeri 250-dir. Və burada olan, yəni kuporosun emeri 250-dir. Orada olan mis-2 sulfatda 160-dır. Yəni, hər 250 qram kuporosda var 160 qram mis-2 sulfat. İndi yaxşı, mənim 32 qramlıq bu mis-2 sulfatım neçə qram kuporosun içində var? Buna da bir x deyək. X da buradan bərabər olacaq. Demə, neçə olacaq? 32-ni vururam 250-yə, sonra bunu da bölürəm 160-a. Bunlar sıfırlar geçsin, bundan bu geçsin 2 dəfə, 2-ni də 25-ə vuranda eləyəcək 50. Sualımızın düzgün cavabı A variantı. Sual 45. 20%li duz məhlulundakı suyun 4də 3 hissəsi buxarlandırılarsa, alınan məhlulda həll olan maddənin kütlə payını hesablayın. Deyərlər, 20%lidir. Təsəvvür eləyin, bizə 100 qram məhlul veribdir. Bunun 20%-i, yəni 20 qramı elədi duz. Onda yerdə qalan hissəsi, yəni 80%-i də nə eləyəcək? Yəni 80 qramı da eləyəcək su. Bizə nə deyir? Deyir ki, suyun 4də 3 hissəsi buxarlandırılarsa, deməli 4də 3 hissəsi gedirsə, yerdə qalacaq 4də 1 hissəsi. Yəni 80-in 4də 1 hissəsi yerdə qalacaq. 80 də 4də 1 hissəsi eləyir 20 qram. Qısası, bu məhlulun başına bu müsibəti açandan sonra 20 qram duz, 20 qram da su qalıbdır. İndi mənə nə deyir? Həll olan maddənin kütlə payını tapın. Omega bərabərdir. Həll olan maddənin kütləsi, yəni 20 qram bölünsün. Baxın, 20 qram duz etdiyə. Məhlulun kütləsi. Məhlulun kütləsi nə qədər oldu? 20 qram su, 20 qram da duz elədi 40 qram. Məhlulumuzun kütləsi elədi 40. Vurulsun 100, bu da eləyəcək 50%. Yəni doğru cavabımız Y variantı. Sual 46. 96%li sulfat turşusu məhlulu su ilə 1-in 2-yə nisbətində qarışdırılarsa neçə faizli sulfat turşusu məhlulu aldığını hesablamaq lazımdır. Dəyərli dostlar, bizə əgər 96%li sulfat turşusu məhlulu deyirsə, təsəvvür eləyin, bizim əlimizdə 100 qramlıq bir məhlul var və mənə deyir ki, 96%lidir. Yəni bunun 96%-i dolayısıyla 96 qramı nəymiş? Sulfat turşusuymuş, H2SO4 imiş. Yerdə qalan da sudur. Heç dünənlə mənə lazım deyir. Mənə nə deyir? Deyir ki, indi bu məhlulu su ilə 1-in 2-yə nisbətində qarışdır. Yəni, bu məhlul özü 100 qramdırsa, 200 qram da bura su əlavə elə. Onda məhlulun kütləsi nə qədər oldu? 300 qram oldu məhlul. Amma buradakı sulfat turşusunun kütləsi dəyişməyib. Onda omega sulfat turşusu bərabər olacaq. Həll olan maddənin kütləsi, yəni 96 qram, bölünsün məhlulun kütləsi, yəni 300. Bir də bunu 100-ə vuraq. Bu da bərabərdir. Bunu bu ixtisar üçün 3 qalsın. 96-nı da 3-ə vuranda, böləndə daha doğrusu eləyəcək 32, yəni Y variantı. Sual 47.
Bizə deyir ki, 150 qram 60% sulfat turşusu məhlulu. Baxın, birinci hala diqqət edin. Nə var əlimdə? 150 qram sulfat turşusu məhlulu var. Özdə 60%. Bu nə deməkdir? Bunun 60%-i H2SO4-dür. Onda yerdə qalanı, yəni 40%-də nə imiş? 40%-də suymuş. Belə. İkinci bizə nə deyir? 100 qram 70%-li. 100 qramlıq bir məhlul varımdır. Bunun 70%-i əgər nitrat turşusu, yəni HNO3-dürsə, yerdə qalan, yəni 30%-də nə edəcək dostlar? Eləyəcək su. Bizə nə deyir sonda? Deyir ki, alınan məhlulda neçə su molekulu olar? Gəlin birinci 150-nin 40%-ni tapaq. 150-nin 40%-i eləyəcək 60 qram. Deməli, burada 60 qram su var. Sonra 100-ün 30%. 100-ün 30%-i eləyəcək 30. Burada da 30 qram su var. Bunların ikisini bir-birinin üstünə tökdükdə nə qədər eləyir? 90 qram su eləyir. Dostlar, suyun ml-də 18-dir. Yəni 18 qramlıq su 6,2 vurulsun 10 üstü 23 dənə molekul daşıyır. Yəni 1 moldur. Yaxşı, indi 90 qramlıq bir su nə qədər molekul daşıyır? Allah bilir, x. Allahın izni ilə mən də bilirəm ki, x bərabərdir. 18-dən 95 dəfə artıqdır. Ona görə 6,2 vursun 10 üstü 23-ü də 5-ə vuracaq. Bu da eləcək 3,1 vursun 10 üstü 24. Yəni C variantında olduğu kimi. Sual 48. 0,25 mol kükürt trioksid 225 qram suda həll edilməsindən alınan məhlulda sulfat turşusunun kütlə payını hesablayın. Deyərlər, bir neçə əməliyyat aparacaq. Birinci aparacağımız əməliyyat. Gəlin görək, 0,25 mol kükürt trioksid neçə qramdır? Kükürt trioksidin ml-i 80-dır. Yəni, əgər mən bundan 1 mol götürsəydim, 80 qram idi. İndi mən götürmüşəm nə qədər? 0,25 mol kükürt trioksid götürmüşəm. Bu neçə qram eləyir? X qram eləyir. X da buradan bərabər olacaq 20 qram. Yəni, qısası 20 qramlıq SO3 varı mı imiş? İkinci əməliyyat, gəlin məhlulun kütləsini hesablayaq. O zaman nə edəcəyik biz? Məhlulda 20 qramlıq bir SO3 var idi. Üstünə gəlirəm, 225 qram da su var idi. Bunlar da bir-birinin üstünə tökdükdə alınacaq 245 qram məhlul. Elhamdülillah, məhlulun da kütləsini tapdıq. Baxın, yanlış olaraq 20-ni 245-ə bölməyin. Çünki burada bizdə nə istəyir? Sulfat turşusu məhlulunu istəyir. SO3 məhlulu istəmir. SO3-ü mən suya atan kimi sulfat turşusu alınacaq. Gəlin görək burada neçə qram sulfat turşusu alınacaq. Yəni, üçüncü əməliyyatımız. SO3 üzərinə gəlirəm, su alınır H2SO4. Və məndə bu reaksiyadan görürəm ki, hər dəfə deməli 80 qramlıq bir SO3-dən alınır 98 qramlıq sulfat turşusu. Yaxşı, bəs görəsən mən axı 20 qram SO3 almışam. 20 qramlıq bir SO3-dən nə qədər sulfat turşusu əməl edər? Buna bir Y deyək. Y də buradan bərabər olacaq. Dostlar, deməli 4 dəfə azalıb, 98-i də biz 4-ə böləcəyik. 49, 2, 23-dən də 5 eləyəcək səhv eləmirəmsə. Deməli, bu da olsun 20, daha doğrusu 24,5. 24,5 qram sulfat turşusu. Aha, baxın, mənim həll olan maddəm budur. 24,5 qram sulfat turşusudur. Həll olan maddə budur. Daha doğrusu məhlulumuz da bayaqlar tapdıq ki, bu idi. İndi dördüncü əməliyyatımız omeqanı tapmaq lazımdır. Omega bərabər olacaq. Həll olan maddənin kütlə payını tapmaq istəyirsə, həll olan maddənin kütləsini. Yəni, bizim misalımızda sulfat turşusu 24,5 bölünsün məhlulun ümumi kütləsi. Yəni, 245 vurulsun 100. Buradan da bununla bu iqtisadiyyəcə aşağıda 10 qalacaq. %10'a bölən eləyəcək 10%-li məhluldur. Yəni, A variantı. Sual 49. Natrium hidroksidlə suyun mol nisbəti 0,25-5 kimi olduğu məhlulda natrium hidroksidin kütlə payı neçə faizdir? Natrium hidroksid, natrium OH. Baxın, bu şəkildə yazılır. Gəlin birinci nəyi hesablayaq? Bunun 0,25 molunun neçə qram olduğunu hesablayaq. Əgər 1 mol götürsəydik, neçə qram eləyəcəkdi? Baxın, 40 verib emeli. 40 qram eləyəcəkdi. Hal-hazırda mən 0,25 mol götürmüşəm. 0,25 mol götürmüşəmsə, bu neçə qram eləyəcək? Allah bilir, x deyək buna. X də buradan bərabər olacaq. 4 dəfə azdır, yəni 10 qram eləyəcək. Qısası mənim 10 qram natrium OH varımdır. İkinci əməliyyatımız.
Axı bizə deyir 0,25-in 5-ə nisbətində mol miqdarları. İndi görək suyun mol miqdarı necə olacaq? Əgər biz 1 mol su götürsəydik, H2O-dur, ml 18-dir. 18 qram eləyərdi. Əgər 5 mol su götürürəmsə, 5 mol su da eləcək Y. Y də buradan bərabər olacaq 90 qram su. Qısası həll olan maddəm də var, həll edici də varımdır. Məndən nə istəyir? Omeqanı istəyir. Həll olan maddənin kütlə payını istəyir. Omega da bərabərdir. Həll olan maddənin kütləsi, yəni 10 qram, bölünsün məhlulun kütləsi. Məhlul da həll olan və həll edicidən ibarət olduğundan 10 ilə 90-ı toplayıram, eləyir 100. Sonra bunu da vururam 100-ə, 100-lər ixtisar gedir, qalır 10%li məhlul. Yəni düzgün cavabımız Y variantı. Sual 50. Mol nisbəti kalium OH su 0,5 4 olan məhlulda qərərinin kütlə payını hesablayın. Deməli, birinci nə edəcəyik? İlk əməliyyatımız olacaq kalium OH-ın buradakı miqdarını tapmaq. Əgər 1 mol kalium OH götürsəydik, bu eləcəkdi 56 qram. Hal-hazırda 0,5 mol götürmüşük biz kalium OH-dan. Neçə qram edir? X. X da buradan bərabər olacaq 28 qram kalium OH. Kalium OH-ın miqdarını tapdıq, əlhamdülillah. Sonra keçirik növbəti əməliyyatımıza. Növbəti əməliyyatımızda buradakı suyun kütləsini hesablayaq. Suyun kütləsi necə olacaq? Deməli, su. Su da əgər 1 mol götürsəydik, olacaqdı 18 qram. Amma hal-hazırda mən nə qədər götürmüşəm? 4 mol su götürmüşəm. 4 mol su götürmüşəmsə də olacaq Y qram. Y də buradan bərabər olacaq. 4-ü vuracam 18-ə eləyəcək 72 qram su. Tamam, hər şey varımdır. İndi kütlə payını tapıram. Omega bərabərdir. Həll olan maddənin kütləsi, yəni 28 qram. Bölünsün məhlulun kütləsi. Məhlulun kütləsi də həll olandan həll edicinin kütlələrinin cəminə bərabərdir. Yəni 28-dən 72-nin cəminə bərabərdir. Bu da eləyir 100. Vururam bunu 100-ə, 100-lər ixtisar gedir, qalır 28%. Yəni doğru cavabımız Y variantıdır. Sual 51. 5,6 qram kalsium oksid 994,4 ml suda həll etdikdə alınan məhlulda kalsium hidroksidin kütlə payını hesablayın. Bir neçə əməliyyat aparacaq. Birinci əməliyyatımız. Gəlin baxaq. Məhlulun kütləsi nə qədər olacaq? Dostlar, deməli, 5,6 qramlıq bir maddəni əgər biz 994,4 qramlıq bir suda həll eləsək, təbii ki, onda məhlulumuzun kütləsi olacaq 1000 qram. Deməli, 1000 qramlıq bir məhlul varımızdır. Bu birinci əməliyyatımız. İkinci əməliyyatımız. Biz kalsium oksid dediyimiz dostlar budur, kalsium O. Biz kalsium oksidin məhlulunu hazırlamırıq. Bunu məhlulunu hazırlamaq olmaz. Çünki bu su ilə reaksiya girir. Biz bəs nəyin məhlulunu hazırlayırıq? Biz kalsium hidroksidin məhlulunu hazırlayırıq. Yəni reaksiya bu şəkildə olacaq. İkinci əməliyyatımız. Kalsium oksid, üzərinə gəlirəm su, alınacaq kalsium OH 2 dəfə. Biz bu maddənin məhlulunu hazırlayırıq. Hal-hazırda məndə 5,6 qramlıq bir kalsium hidroksid var. Daha doğrusu kalsium oksid var. Ondan neçə qram kalsium hidroksid alacam? Bilmirəm, x qram deyirəm. 56 qram bu maddədən də, bunun emiri 56-dır, baxın burada verib, 74 qramlıq bir bu maddədən ala biləcəyik. Onda bizim buradan x-imiz bərabər olacaq 7,4 qram kalsium hidroksid, kalsium OH 2 dəfə. İndi baxın, üçüncü əməliyyatda kalsium hidroksidin kütlə payını tapacağım. Omega bərabər olacaq kalsium hidroksidin kütləsi, yəni indi tapdım 7,4 qram. Bölünsün məhlulun ümumi kütləsi. Məhlulun ümumi kütləsi də 1000 qramdır. Bölünsün 1000. Vurulsun 100%. Bu da bərabər olacaq. Bundan bu ixtisar aşağıda 10 qalacaq. 7,4-ü 10-a böləndə eləyəcək 0,74. Yəni A variantı.